Bəhs edilən konfransa dəvət edilməyən Avropa dövlətinin adını yazın və xəritədə müəyyən edin deyir. Burada 4 nömrə İngiltərədir. Bu konfransda var idi və iştirak eləyirdi. Onu çıxardırıq. 1 nömrə Fransadır. Konfransda var idi və iştirak eləyirdi. 2 nömrə İtaliya idi. Konfransda var idi, iştirak eləyirdi. Məsələn, biz bunları daha rahat hardan bilərdik? Türkiyə ilə bağlı məsələləri nəzər salsaydıq, yəni Türkiyə ərazisinin bölüşdürülməsinə nəzər salsaydıq, Fransa, İtaliya, İngiltərə cavablarını rahatlıqla çıxa bilərdik. Amma burada 3 nömrə Rusiya ərazisi, o siz bilirsiniz ki, Rusiya 1-ci Dünya müharibəsi bitməmiş, separat sülh müqaviləsi imzalamışdı, Brest-Litovsk sülhünü. Ona görə də Rusiyanı bu konfransa qalib dövlət kimi çağırmamışdılar. Düzgün cavabımız 3 Rusiya. Və Rusiya eyni zamanda Avropa dövləti də hesab olunur. Çünki ərazisinin bir hissəsi Şərqi Avropada yerləşir.